Bugün nadir halda rast gəlinən bir xəstəlikdən danışacağım. Son günlərdə gözünün üzərində tərpənən nəsə hiss etdiyi üçün oftalmoloqa müraciət edir xəstə. Göz müayinəsi zamanı hər hansı bir patoloji tapıntı aşkarlanmadığı üçün evə göndərilib mağaza yazılaraq. Lakin 2-3 gün sonra yenidən gözün üzərində artıq qaşıntı və hərəkətin daha da artdığını hiss edərək mənə müraciət edir. İki video arasındakı fərqə diqqət edin və törəmənin yer dəyişdirdiyini görəcəksiniz. Təbii ki, bunun parazit olduğunu düşünüb oftalmoloqa yönləndirildi və cərrahi yolla qurd çıxarıldı. Cərrahi yolla çıxarılan qurd bütöv şəkildə götürülür, 0,9 fizioloji məhlul və 70% spirtə qoyulur və parazitoloji laboratoriyaya göndərilir. Və budur müayinənin nəticəsi dirofilariya. Gəlin araşdıraq. Keçmə yolu ağcaqanadlar olduğu üçün bu xəstədə də bir neçə ay bundan əvvəl Masallıda ağcaqanad dişləməsi olmuşdur. Unutmadan onu da qeyd edim ki, insandan insana bu xəstəlik keçmir.